İnsanı yuxarı edən təvazökarlığı da aşağı vuran təkəbbürlükdür. Peyğəmbərə dedilər, ya Rəsulullah, ağıllı insan kimdir, cahil insan kimdir? Bir də ağıllı insan o insandır ki, neyniyər? Deyər ki, Allah elədir. Cahil insan odur ki, neyniyər? Özünə nisbət verər, deyər mən elədim. O mən çox insanların evini yıxıb. İmam Səccadın bir dənə qəşəng duası var. Baxın, dua ancaq məndən ibarətdir. Deyir, ilahi, məni məndən olan məndən uzaq eylə, məni səndən eyləməsin. Yəni Allah, mənim içimdəki mənəmçilikdən uzaq elə, məni səndən ayrı salmasın. O deyir, Ramazan ayında rəhmət qapıları bəndələrin üzünə açılar. Məgər Allah rəhmət qapısını bağlayıb ki, açsın? Allah dünyanı yaradandan rəhməti nazil edib yeryüzünə. O açılar biz nədir? Biz 11 ayda o rəhmət qapıları günahlarımızla üzümüzə bağladıq. Allah bu ayda lütf edir, bir də açır ki, bəlkə bağışlamasın. Allah ucur Allah.